Bizə Rusun dostluğu lazımdırmı? Yəni bu sualı vermək lazımdır Təbii. Rusiyaya ki, ay Rus, axı bizə bu Biz nə vaxt dedik ki, sən bizə səndən dostluq lazım deyil axı. Sən bizlə deyirsən ki, hələ bir bunun üçün də minnət qoyursan ki, 11 dənə də mənim adamımı oradan buraxıb. Yəqin ki, agentindən söhbət gedir də. 11 agentimi burax, mən səndən dost olum. Sənin dostluq Qazaxların ya Tatarlarındır. Bax, ikisindən bir qəşəng bir atalar sözü var. Deyir ki, Rusla dostluq elə, amma o baltanı əlindən yerə qoyma, belinin arxasında gizlət. Yəni ifadə belədir. Ya belinin arxasında gizlət, Rusla dostluq elə. Yəni bizdə də var əslində o söz. Bizdə deyir itlə dostluq elə, çomağı Qazaxlar onun tam belə. İndi biz onu biraz obrazlı demişik. Bəlkə Ruslar bizdən biraz uzaqda olub, ona görə Ruslar ağlımıza gəlməyib. Biz bəlkə Farsları nəzərdə tutmuşuq. Amma Qazaxlar Ruslarla iç-içə olublar, onları yaxından tanıyıblar. Onu birbaşa Ruslara deyirlər. Deyir, Ruslarla dostluq elə, baltanı əlindən yerə qoyma, arxanda gizlət. Belinin arxasında, yəni gizlət. Yəni, biz səndən dost olmaq üçün gərək bir dənə balta alaq əlimizə, arxamızda gizlədək, səndən əl verib görüşəndə, indi bu sağ əlimizdədirsə, səndən sol əlindən gərək görüşək. İndi o sol əlindən də görüşmək uyğun olmur. Bizi niyə belə çətinə salırsan ki? Ən yaxşısı sən ol öz məmləkətində, mən olum öz məmləkətində, biz heç dost olmayaq, qonşu olaq. Hər qonşu dost olmur ki. Biz də sənlə bizim dostluğumuz alınmaz. O məşhur bir sözü vardı Şeyx Şamilin. Şeyx Şamili əsir götürürlər, gətirirlər o çarla görüşdürməyə. Yəni yemək masasındadır. Çarın xanımı bunu görür, qorxur da. Nəsə öz qorxusunu, öz nidasını açıq şəkildə dilə gətirir. Şeyx Şamil qayıdır xanıma deyir ki, yəni Çariçiyə deyir ki, xanım qorxma, biz müsəlmanıq, donuz yemərik. İndi bizi məcbur eləmək ki, biz gələk donuz yeyək. Sənin də xanımın bizdən qorxsun. Biz səninlə nə qədər aralı olsaq, bir o qədər yaxşıdır. Bilirsiniz, əgər o münasibətlərdə düzəlmə şansı yoxdursa, insanlar bir-birindən uzaq gəzməlidir. Bu günləri Rusiya özünü elə aparır ki, hər kəs ondan nə qədər çox uzaq gəzsə, bir o qədər xoşbəxt olur, Rusun özü də xoşbəxt olur. Qardaş, gedibsən ən yaxın adamın sənin, belə bu millətlər içərisində, Ukrayna idi da, eyni dildə təxminən danışırdınız. Bu günləri ta sənin anavı ağladır, ta sən iqtisadi cəhətdən batırsan, onun da anasını sən ağladıbsan, o da bütün günü filan qədər işçi verir. Həm sən verirsən, həm o verir. Ən yaxşısı, heç ümumiyyətlə, üz-üzə gəlməməkdir. Rusiyanın dərdi odur ki, biz niyə öz türk dünyası ilə, öz türk qardaşlarımızla əlaqə qururuq? Niyə? Əvvəlki kimi onlarla münasibət. Bəli, biz mütləq gərək bundan icazə almalıyıq, müəyyən işləri bunların icazəsi ilə görməliyik və yaxud məsələ biz deyək ki, Orta Asiya, Azərbaycandan bir xətt çəkiriksə, onları gətirməliyik, Rusu oturtmalıyıq onun başında. Bu tərəfdə biz oturtmalıyıq, o biri tərəfdə Qazaxıstan oturtmalıdır, Türkmənistan oturtmalıdır. Da artıq o dünya yoxdur. Sən qəbul eləməlisən ki, sən əvvəlki Rusiya deyilsən, Azərbaycan əvvəlki Azərbaycan deyil, Qazaxıstan əvvəlki Qazaxıstan deyil, Türkmənistan əvvəlki Türkmənistan deyil. Bunu qəbul eləsən, sənin dünənə qədər ən çox güvəndiyin tərəfdaşların da artıq yoxdur. Çin səni ümumiyyətlə adam yerinə saymır. İran bu dəqiqə öz başının hayındadır. Sən artıq bu reallıqlarla razılaşmalısan, elə eləməlisən ki, bu Azərbaycanla, Orta Asiya ilə bizim xoş xatirələrimiz də olubdur da, yəni belə deyə. İndi nə olar ki, o 200 illik o işğal dövrü yaşayanda, o işğal dövründə biz bərabər özümüzdən daha çox Rusiyanın ərazilərini qorumaq üçün o sinəmizi gərib vuruşmuşuq. Azərbaycan 300 min oğlunu itiribdir o Böyük Vətən müharibəsində, indi 2-ci Dünya müharibəsində də belə deyə. O 2-ci Dünya müharibəsinin Azərbaycan heç bir dəxli yox idi əslində. Faşizmə qarşı mübarizədə biz özümüzdən çox səni və dünyanı qorumuşuq.